قال الله تعالى في محكم كتابه الكريم بسم الله الرحمن الرحيم إنا أنزلناه في ليلة مباركة صدق الله العلي العظيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Değerli müminler, artık mübarek Ramazan ayının son 10 gününü yaşayırıq ve ehtimal olunan Qədir gecəlerinden ikincisini yaşayırıq. Allah bu gecede bizleri bağışlanmışlardan qərar versin. Allah bizleri, balalarımızı, cavanlarımızı Əmirul Mumininin vilayetinde sabit qədəm eləsin. O şəxslər ki, Əmirul Mumininin vilayetinin, təbliğinin qarşısını almaq üçün səy edirlər. Allah bu gecənin ehtiramına, ilahi və Rəbbi, onlar hidayətə layiqdirsə hidayət elə, layiq deyilsə məhvi nabud elə. Allah bizləri bu gecədə bağışlanmışlardan qərar versin. Mən Kur'an-ı Kerim'den Duhan suresinden bir ayet okudum. Allah Teala Kur'an'ın mübarek, bereketli gecede nazil olmağını qeyd edir. Bilirsiniz, biz keçən cümə də Kur'an hakkında danıştık ama bu cümə, bu gecenin bereketi hakkında danışmak istedim. Bereket, ayədə olan mübarəkə, yəni bərəkəti daşan, xeyri çoxalan, ilahi rəhmətin axmağı deməkdir. Yəni bu gecə elə bir gecədir. Elə bir gecədir ki, bu gecə Allahın rəhməti yağış kimi yer üzünə, göydən yerə enir, tökülür. Xoş o insanların halına ki, o mənəvi bərəkətindən özü üçün bir şey əldə edə bilər. O yağışdan, o rəhmət yağışından özü üçün bir pay əldə etmiş ola bilər. Bu gecədə, yəni Qədir gecələrində xırda bir, yəni belə deyək ki, zəif, balaca bir iş görüldükdə digər gecələrdə, digər günlərdə görülən böyük işlərdən üstündür. Bəzən olur insan bir ömür Allah'a ibadət edir, özünü Allah'a həsr edir, çalışır, namaz qıla veya dualar edir, Allah'tan bağışlanmaq istəyə. Görürsünüz, o qədər də onun halı yaxşı mənada, müsbət mənada dəyişmir. Amma Allah bəzən ömrümüzdə elə gecələr qərar verir ki, bir gecə ilə insanın halı dəyişir. Bir ömür veya aylarla geceleri ayıq qalıb, gecə namazı qıla bilərsən, dualar edə bilərsən, amma mümkündür sənin halın dəyişilməsin və o duaların, o edilən zikirlərin sənin həyatında müsbət bir təsiri olmaya, amma Allah öz sevimli bəndəsi üçün elə bir bərəkətli gecə, yəni Qədir gecəsini Duhan suresinde bərəkətli gecə adlandırır. Elə bir gecə qərar verib ki, bir gecə ilə bəzən insan özünü xilas edə bilir. Mən bunu dəfələrlə demişəm. Nə qədər cahil insanlar, aciz insanlar, görürsünüz, iradəsiz insanlar, daima onlar üçün Allah kəlamı danışılanda veya Allah kəlamı danışılan məclisdə oturanda veya bəzən indi müəyyən o
necə olur məscidə gəlir, Allah kəlamını eşidəndə, onlara danışılanda deyir ki, yox, mənim üçün çox çətindir. Amma mübarək gəlir gecələrin birində görürsünüz, Allah ona öz rəhmətindən bir pay ayırır bu bərəkətli gecədən. Allah onun həyatını tamam dəyişmiş olur. Bu gecədə edilən dua, tövbə və ibadət insanın qəlbinə daha çox təsir edir. Odur, çalışalım, yəni bunu mən söz olsun deyə demirəm. Bunu indi Qur'an-ı Kərimin ayələrini əsaslandırıb və Peyğəmbər onun əhl-i beytinin kəlamlarını sizə deyərəm, aydın olacaq ki, dediyim sözlər ayə və hədislərə söykənərək, cürət taparaq bu sözü sizlərə deyirəm. Bu gecədə edilən dua geri qaytarılmır. Bu gecədə o edilən tövbə Allah dərgahında qəbul olunur. Mümkündür, bayaq qeyd elədiyim kimi, digər gecələrdə etdiyiniz dualar qəbul olunmasın. Mümkündür, digər vaxtlarda etdiyiniz tövbələr qəbul olunmasın. Amma bu mübarək 3 gecədən biri ki, Qədir gecəsidir, 3 gecənin ehtiramını saxlayırıq. Yəni onu diri saxlayırıq. Bu gecələrdə mütləq şəkildə dualar edək. Allah bu gecədə insanın etdiyi dua, zikirlər, tövbələr insanın qəlbində müsbət təsir qoyur və Allah daha tez eşidir öz bəndəsini. Həm də bu gecədə bir sir var. Allah Teala onu Qur'an-ı Kərimin Duxan surəsinin 4-cü ayəsində bizim üçün bəyan edir. Baxın, eşitmişsiniz, çox danışılır hədislərdəki bu gecə insanların və ya dualar edildikdə insanların illik müqəddəratı həll olunur. Əlbəttə, bəzən bu söz deyiləndə hədisə baxışı fərqli olan insanların və ya deyilən sözə baxışları fərqli olan insanlar desin ki, yəni adi baxsın o sözə, amma Qur'an-ı Kərimə müsəlman olan fərqi yoxdur. Əqidəsindən asılı olmayaraq, hər bir kəsin Qur'ana etiqadı olduğu üçün Qur'an-ı Kərimdə də Allah Teala bunu qeyd edir. Ki, bu gecədə insanın illik müqəddəratı Allah bu gecədə özü də ayədə qeyd edir ki, hikmətli işləri Allah bu gecədə ayırıb müəyyən edəcək. Buyurur ki, fiha, yəni bu gecədə, Qədir gecəsində, hansı ki ayənin əvvəlində mübarəki adlandırır bu gecəni, deyir, fiha yufraqu kullu əmrin hakim. O gecə hər bir hikmətli iş ayrılıb müəyyən ediləcək. İndi bu ayədə əmrin hakim nə deməkdir? Təfsirlərə və hədislərə baxsaq, hikmətli iş hansı işdir görəsən? Allah onu müəyyən təyin edəcək bu gecədə bəndələri üçün. Hədislərdə və ayənin təfsirinə nəzər salsaq, hikmətli iş, yəni Allahın öz planı, yəni öz cızdığı planı və qərarıdır. Yəni Allahın istədiyi işlər. Bəzən biz istəyirik. Hansı Qur'an-ı Kərimdə deyir ki, bəzən siz sevdiyiniz sizin zərərlərinizə olacaq. Yəni bizim istəyimiz yox ha. Allah öz sevimli bəndələrinin xeyrinə istədiyi işləri Allah bugün ayırıb yerbəyer edəcək. Hikmətli iş, yəni Allahın planlaşdırdığı böyük işlər deməkdir. O işlərdir ki, heç ağlımıza da bəzən gəlmir. Bəzən görürsünüz, il üzünü elə xeyirli qapılar bizim üzümüzə açılır ki, heç biz o xeyirli işlər haqqında düşünməmişik. Elə yaxşı nəticələr əldə edə bilirik ki, əlimizdə olur, Allah bizə nəsib edib, heç o işlər ağlımıza da belə gəlmir. Həmən
o işler emrin hakim, hikmetli işler o işlerdir ki sen bilmirsen, ben bilmirəm. Ama Allah onu bu gecede ayık kalıp Allah'ın bu əzəmətli gecenin ehtiramını saxlayan bəndələr üçün sen bilmeden onu senin için planlaştırır. Bəndələr gerek bu gecede dikkatli ola. Bəndələr gerek bu gecede intizarda ola. Görürsüz, bir dövlət üçün insan ilin sonunda neyi gözləyir? İlin əvvəlində gələcək dövlət bir plan quracaq, yani vətəndaşları üçün biri ne bilim maaşın gözləyir, biri ne bilim hansıysa yerin bərpasının təmir olmağın gözləyir. Hər bir şey gözləntisi onadır. Ama əfsuslar olsun, Allah vədələr verir bu gecəli haqqında. Müminler, Müslümanlar o gözlenti qədər də belə deyək, Allah'ın bu hikmetli işler, yani kurduğu büyük planları gözləmirlər. Gerek necə mümin dünya işlerinde o gözlentini edir, gözləyir, müzakirə edir, söhbət edir, ailədə, dostluqda hamı söhbət edir. Yeni il gələndə bu iş olacaq, ne bileyim bu qərar verilib, bu nəticə əldə olunacaq. Ama heç birimiz bəzən, indi heç birimiz biraz belə de kökdən oldu, ama bir çoxlarımız düşünmürük, qarşıda Qədir gecəsi gəlir. O gecədə Allah'ın böyük planları var öz bəndələri üçün. İnşallah dua eləyək ki Allah o böyük planlardan bizim üçün də nəsib edəcək. Biz de xeyir əldə edəcək. Bu gecədə kiminsə ruzisi geniş olacak. Allah onun ruzisini bol edecek. Bu gecədə kimisə hansısa imtihanla karşılaşacak. Allah onun için belə deyək, bu planı cızıb, qurub. Kimə bərəkət veriləcək, izzətli olacaq, bərəkətli olacaq, imanlı olacaq, ailədə, qohumluqda. Kimsə hansı çətinliklərdən bu gecə xilas ola bilər və xilas olacaq. İlə ərzində xəstəliklər, çətinliklər səni sıxıntılarla imtihan edir, narahat olursan, çətinlik çəkirsən, bəzən özün özünə düşünürsən, nə qədər bu çətinliyi, bu il nə qədər mənim üçün çətin olub. Gözlə həmən bəndə bu gecəni Allah səni, əgər Allaha yalvarsan, diqqətli olsan, Allah'ın hikmetli işlerinin yerbeyer ettikdə sənin də o işlerin içinde bir payın olduğunu düşünsen ve gözlentin olsa mütləq şekilde Allah seni o çətinliklərdən xilas eder. Yeter ki bir nəzərin olsun Allah'a. Bir isteğin olsun Allah'tan. Yani koy bunu da diyeyim, yarım saat, bir saat dua etməklə gecemizi ayıq qaldıq veya ve qalan hissəni başka şeylerle keçirdək, yüngül tərzdə belə də olmamalı. Həzrət Peyğəmbər Əkrəm bu bir gün Qədir gecəsinin əzəməti haqqında öz səhabələrinə bir neçə sözlər dedi. Buyurdu, Qədir gecəsi Allah'ın ümmətinə bəxş etdiyi ən böyük nemətlərdən biridir. Kur'an bir nimettir. İnsan için sağlamlık bir nimettir. Emirul Mumininin vilayetinde olmak bir nimettir. Peygamberin yoluyla gitmek bir nimettir. Böyük nimetlerdir özü de. Ben geçen Qədir gecesinde Yunus suresinin 57-58. ayələrin qeyd elədim. 58. ayədə orada söhbət nədən gedir? İmam Sadiq Aleyhisselam təfsirdə qeyd olunur ki, yani Allah'ın nimetləri, rəhməti daha doğrusu Peygamber ve onun nübüvvetidir. Bir de Emirul Muminin ve onun vilayetidir. Yani bunlar da insan için büyük bir nimetlerdendir. O büyük nimetlerden biri de Qədir gecəsidir. Allah Resulü buyurur. Bunu Peygamber deyirsə Kur'an buyurur. وَمَا يَنْتِقُ عَنِ الْحَوَا اِنْ هُوَ اِلَّا وَحْيٌ يُوحَا.
Peygamber hevai nefsden danışmır. O ne danışır? Allah ona emredeni danışır. Peygamber buyurur ki Kadir gecesi Allah'ın büyük nimet, özel nimet demir ha, büyük nimetlerden biridir. Odur. Yani dikkatli ol, ben de ayık ol. Her cihetten, düşünce cihetten, istek cihetten de, gözlenti bakımından bütövlükte vücudunla bu gecenin bereketinde dikkatli ol. Bu gecede Allah'ın melekleri, Allah meleklere buyurar ki bendelerimin bir il erzinde ruzilerini yazın. Ömürlerinin müeyyen edin. Onlar bu ilde nece yaşayacaklar, ne kazanacaklar. Çok yalvararsan Allah'a, çok isteyersen Allah'tan, Allah sana çok ruzi ata edecek. Çok hayır isteyersen Allah'tan, Allah sana çok hayırlı kapılar açacak. Herkes öz tutumu kadar. Görsen bir yere gelirsen değil, orada ihsan verirler. Kim ne kadar götürür götürsün. İndi hoş o insanın alına ki elinde olan qab böyüktür, daha çok o ihsandan götürebilir. Kim zayıftır, tembeldir veya acizdir, böyle çobuk da olsa o değil. Az pay oradan götürmüş olacak. Bu gecede de kim daha faal, daha cesaretlidirse Allah'tan daha çok şey isteyebilir. Çünkü Allah meleklerini bu gece senin için, benim için yeryüzüne indirir deyir, onların illik ruzilerini müeyyen edin. Onların ömürlerini tayin edin. Başlarına gelecek hadiseleri yazın. Bu Ramazandan gelen Ramazana kadar. Kim bu geceni imanla ve Allah'ın rahmetine ümid ile ibadet etse, Allah onun geçmiş günahlarını bağışlıyor. Emirul Müminin Hazreti Ali Aleyhisselam buyurur ki Kadir gecesinde göylerin kapıları açılar. Melekler dəstə dəstə yerə inəcəklər. Tənəzzəlül mələikətü və ruh. Allah özü Qədir surəsində xəbərdar edir bəndələrinə. Özdə Qədir gecəsinin nə qədər zəruri olduğunu Allah bizə çatdırır. Bismillah, inna ənzəlnahu fi leylətil qadr. Həqiqətən, burada ruhanilər var. Ayənin əvvəlinə bax, inna təsirləndirir. Həqiqətən Allah bir növ xəbəri daha təsirli edir. İnna ənzəlnahu fi leylətil qadr. Biz Kur'an'ı Qədir gecəsində nazil etdik. Onun daha büyük ve dikkatli, yani Qədir gecesinin daha önemli olması için Peygamber'e bilirsiniz nedir? Ve ma edrake ma leyletul qadr. Peygamber sen ne bilirsen Qədir gecesi nedir? Deməli o kadar əzəmətli bir gecedir ki Kur'an-ı Kerim'e nəzər salsaq Allah bir ruh hakkında qeyd edir ki ruh hakkında senden soruşsalar o benim Rabbime məxsusdur. Bakın Qədir gecesi hakkında buyurur ki Peygamber sen ne bilirsen Qədir gecesinden. Hansı ki o peygambere değil ki Kur'an buyurur ki ve ma erselnake illa rahmeten lil alemin. Peygamber alemlere rahmettir. Veya onun canına and içir. Peygamberi bizim için numune ülkü getirir. Peygamberi daha hidayet eden kimi bize tanıttırır. O kadar əzəmətli bir şəxsə Peygamber nedir? Sen ne bilirsen Qədir gecesine. Leyletul Kadri hayrun min elfi şehr. Kadir gecesi 1000 aydan üstündür. Görürsünüz bu sureye dikkat etsek Allah önemli bir geceden haber verir. O da Emirul Müminin Hazreti Ali Aleyhisselam buyuruyor ki dəstə dəstə bu gece melekler yere inecek. Onlar müminlerin meclislerinden geçecekler. Allah'ın zikreden insanların yanında dayanıp onlara salam diyecekler. Onu biz eşitmeseydi Allah Resul Emirul Müminin bu vədəni verir. Buyurur ki onlar Allah'ı zikreden sen ki değilsen bir ke ya Allah
bu zikri deyirsən, Emirul Müminin deyir, o an Allah melekler dəstə-dəstə gönderecek ki, sana bu gecede o zikirleri dediğin vaxt salam diyecek. Ve onların dualarına amin diyecekler. Biri dua eden benim kimi bir günahkar amin diye. Bir de var melek benim kimi günahkar, aciz bir insanın duasını amin diyer. İndi o dua kabul olunar olunmaz. Elbette ki olunar. Çünkü ona melekler amin deyir. O gece Allah'ın rahmeti yeryüzüne inecek. Tövbe eden bende bağışlanmadan geri qayıtmaz. Her kim ki bu gecede tövbe ede Allah'tan bağışlanmak isteye, Emirul Müminin deyir, mümkün değil o bende bağışlanmasın. Dua eden bendenin duası geri qaytarılmaz. Allah onu bu gecede dua edeni ümitsiz etmez. Onun duasını kabul edecek ve onun isteğini ona verecek. Göz yaşı töken bende Allah'ın merhametinden hiç vaxt uzak olmaz. Çalışabilirsiniz. Bu gecede ağlayın. Az da olsa ağlayın. Dünyada bu zulmü, adaletsizliği görürsünüz. İnanın, çağırın İmam Zaman Ağanı. Çağırın Allah'ı ve onun hüccetini. İlahi ve Rabbi, sen o hüccetini karar vermişsen ki dünyada adaleti berqərar etmeye, gönder onu, xilas elə bu cemiyeti, bu insanları bu zulümden. Haksız yere insanların kanı akıdılır. Haksız yere insanların hakkı tapdalanır. Olmayan tərzdə insanların değerlerine toxunurlar ve insanlara əziyyət edirlər. Ey mənim Allah'ım, gönder özü hüccətimi, ya sahibə zaman. Hardasan gel, bizim halımızı görürsen. Bu gecede bendeler ibadet ettikte Allah Teala meleklere fəxrlə diyecek ki, ey benim meleklerim, yeryüzüne inin, benim bendelerimin halına bakın. Elbette o bende gecəni Kur'an oxumaqla, zikr etməklə, istiğfar etməklə, dua etməklə və günahlarını etiraf etməklə məşğul olsa, Allah o an mələklərinə öz sevimli bəndələrini göstərir. Mənim əzizlərim, mən çox sizi yormaq istəmirəm. Bu günlərdə bilirsiniz, elə bir şəxs şəhid oldu ki, Emirul Müminin zərbə alanda məlum Mülcəm oğlu Abdurrahman tərəfindən fəryad elədilər mələklər, yeryüzündə ədalətin sütunu qırıldı. Tək mələklər fəryad eləmədi Emirul Müminin yaralanması üçün, şəhadət olunması üçün. O küçelerde o yetimler ki vardı, başsız uşaqlar, atasız uşaqlar vardı. Emirul Müminin geceler onlara yemek aparırdı. Hemen körpeler de 3 gün idi Emirul Müminin yolunu gözləyirdiler. 3 gün idi Emirul Müminin yolunu gözləyirdiler. Yazılar deyilmişti. Emirul Müminin o yarasına, derdine deva eden gidalardan biri de süt olacak. Yetimler her elinde bir küze süt getirirdi. Yazılar bir körpe vardı, almağa bir şey yoktu. Öz köyüne çarıklarını apardı, süt satana verdi, dedi benim ağam dermanı bundadır. Edebilərsizsə, mənə də bir küzə süt verin.
Geldiler İmam Hasan Aleyhissalatu Vesselam'a dediler, biz bir neferi aktarırıq. Geceler bize yemek getirirdi, bizim başımıza sığal çekirdi. Bizimle oynayırdı, hemen şəxsi aktarırıq. 3 gündür yoktur. İmam Hasan Aleyhisselam bir söz nedir? Dedi o şəxs, siz yetimlerin atası ve benim atam Ali idi, artık o şehit oldu, yeryüzünde yoktur. Şehadete yetişibdir. Ela la'netullahi elel kavmez zalimin. Yıkılıp razı niyazımızda Ali namazımızda Saat neçə dəqiqədə olmuş? uyandık. 40 idi, 40. Götür. Yok eyler tabi tutup kandır abi şiireler bu